Yəqin ki, həyatınızda siz də bir dəfə də olsun bu sözü eşidibsiz. Köhnə vaxtlarda mallar keyfiyyətli idi bala. Əslində düz deyirlər. Gəlin bunu marketinq cəhətdən açıqlayaq. Məsələn, 1990-cı illərdə və yaxud da 2000-in əvvəllərində istifadə edilən maşınlar, yəni istehsal olunan maşınlar, məsəl üçün 90-ın Mercedesi hal-hazırki Mercedesdən daha dayanıqlı idi. Və yaxud da 2000-in əvvəllərində alınan paltarlar daha keyfiyyətli idi. Hal-hazırda alınan paltarları geyinirsiniz, sonra yuyursunuz, ağzı burnu qaçır. Bunu analar və xanımlar daha yaxşı bilir. Yaxşı, bunun səbəbi nədir? Bu markaların planlı köhnəltmə dediyimiz bir taktikasıdır. Planlı köhnəltmə nədir? Əgər siz dözümlü bir məhsul alsanız, bunu bir dəfə alacaqsınız və uzun müddət istifadə edəcəksiniz. Bu zaman isə markaların gəlirləri aşağı düşəcək. Ona görə markalar bunu təmiri çətin olan və yaxud da təmiri baha başa gələn, daha çox istifadə edib yenisini alım məntiqinə köklənən bir strukturda yaradırlar. Ona görə məsəl üçün siz bir paltaryan maşını alırsınız. Bu paltaryan maşını xarab olduğu zaman bir dəfə təmir elətdirirsiniz. İkinci dəfə təkrar xarab olduğu zaman bunu atırsınız və yenisini alırsınız. Və yaxud da biz bunu kettle'larla da göstərə bilərik. Məsələn, bir kettle alırsınız. Əksəriyyətimiz o kettle'ı aldıqdan sonra böyük ehtimalla xarab olduğu zaman atırıq və təzə kettle alırıq. Nəticədə müştərilər markaların davamlı olaraq müştərisi halında qalır. Yəni biz bir növ markaların bu şeytani taktikasının əsrinə çevrildik. Bu tərz videonun daha çox gəlməsi üçün bəyənib şərh bildirməyi unutmayın. Daha çox video üçün izləmədə qalın.